Hamıya salam yoldaşlar. Bugün sizə maraqlı bir strateji göstərəcəm. Bu video nə ilə bağlıdır sizə deyim. Bəzən olur ki, bəzi yerlərə abunəlik əldə edirik, hansı ki bu Apple Pay ilə də ola bilər, Google Pay ilə də ola bilər, fərqi yoxdur. Bunlarda bizim kartımızda abunəlik qalır və xəbərimiz olmadan növbəti ayların pulları çıxır və biz bu pulu necə geri qaytara bilərik, hansı ki heç əziyyətsiz, çox rahat şəkildə 2 dəqiqə həll etmək mümkündür. Ola bilər ki, hər hansısa bir xidməti bəyənmərsiniz. Bununla da bağlı pulunuzu geri ala bilərsiniz. Məsələn, mən bilənlər bilir, biz eBay təlimlərimizdə nömrələr üçün Talkodan istifadə edirik. Hansı ki, güvənlik üçün Amerika nömrələri alırıq oradan. Nömrələri aldıqdan sonra, işimiz bitdikdən sonra bu göstərəcəyim üsul vasitəsilə siz Talkodan pulunuzu geri ala biləcəksiniz. Nümunə olaraq da elə mən bir neçə provlar da etmişəm ki, təsdiq hamısını göstərim sizə ispat elə bir yerdə. İndi necə? iPhone-da göstərim, sonra Google Pay-də də link bölüşəcəm videonun açıqlama hissəsində. Siz oradan rahatlıqla edə biləcəksiniz. Bu göstərdiyim birinci hissədəki report olan apple.com klikləyirik, açılsın. Birinci hissəyə daxil oluruq. Burada belə bir səhifə açılır, qarşımıza çıxır. Birinci ilə daxil oluruz. Sign into report bölməsinə keçid edirik və bizdə iCloud-a daxil olmaq istəyir. iCloud-a daxil olduqdan sonra artıq bizdə hansı ki biz nələrinsə abunəliyini almışıqsa, onların hər birini bizə göstərəcək. Baxın, mən burada məsələn Talkolarda aylıq abunəliyi var idi məndə, onu mən söndürmüşəm. Tak, baxa bilərsiniz buradan da. Deməli, yox, bu deyil. Talko, burada bir abunəliyim olub. Yuxarıya qalxıram, baxım varmı başqa. Sırf bu iCloud-la. Dekabrdır, dekabr, sonra yanvar, sonra fevral olması lazımdır. Bu yanvarındır, məsələn. Yanvarda baxın, refunded, baxın alt hissəsində qeyd olunub. Talko yazısının altında. Refunded 23 fevral 2026-cı il, qalxıram növbətisini tapıram. Baxın, burada da 12 fevralda məndən pul çıxılıb. Bunu da refundunu almışam, hətta 800 gün sonra müraciət etmişəm. Refunded 20 fevral 2026. Bunu necə edirik? Zaten təlimatı mən açıqlama hissəsində qeyd edəcəm. Burada I would like to qeyd olunub. Birinci, hansı xidməti dayandırmaq istəyiriksə, onun qiymətini yazırıq bura. Axtarışa veririk, qarşımıza çıxır. Tutaq ki, istədiyimizi seçirik. Mən də almışam deyə. Ona görə məndə olmayacaq. Amma məsələn, hansını almışsınızsa üstünə klikləyirsiniz. Sonra gəlirəm, refund seçirəm. İndi mən almışam deyə. Məndə əlbəttə ki, burada çıxmır. Request a refund bastım. Burada da birincisi də I did not mean to buy this. Bunu seçirik. Next dediyimizdə artıq bizdə bu hissə çıxır. Gəlin görək, mən ən son səhv eləmirəmsə Telegram üçün almışdım. Xərcləmişdim. Baxaq, buradan görək pulunu geri ala biləcəkmi? Okay. Request a refund. Bunun artıq vaxtından çox keçib deyə bu olmur. Check status. Bunlardan amma məsələn baxın, check status elədim. Burada ikisinin də refundunu geri almışam. Seçsin. Burada done edirsiniz. Yəni seçdikdən sonra növbəti keçid edək, geri qaydaq, cancel edək. Dediyim kimi birinci burada qiyməti yazırsınız. Seçim etdikdən sonra request a refund'a basırsınız. Ardından burada birinci I did not mean to buy this. Buna basırsınız. Yəni mən bunu almaq istəmirdim əslində deməkdir. Next deyirsiniz. Burada da next deyirsiniz. Sizə mail gəlir. 48 saat sonra təsdiqlənir. %99% təsdiqlənir. Təsdiqləndikdən sonra da 3-5 iş gün ərzində hansı kartla alış etmişsinizsə, tutaq ki, kapital və s. hansı ilə alış etmişsinizsə, 3-5 iş gün ərzində də həmən karta geri oturur pul.